İllər əvvəl cinsi yolla keçən bir infeksiya səssiz irəliləyərək daha sonra dağıdıcı bir beyin xəstəliyinə səbəb ola bilər. Bəli, söhbət sifilis xəstəliyindən gedir. Bu xəstəliyin yarımçıq və yaxud qeyri-düzgün müalicəsi nəticəsində infeksiya beyin toxumasına yayıla bilir və özünü bəzi əlamətlərlə göstərə bilir. Bu əlamətləri diqqətlə yadda saxlamağa çalışın. Birinci növbədə yaddaşın azalması, nitqin pozulması, görmədə pozulma, şəxsiyyət dəyişilməsi, qıcıolmalar kimi əlamətlərdir. Bunlardan biri və yaxud bir neçəsi müşahidə edilə bilər. Bu xəstəliyin ən təhlükəli tərəfi də ondan ibarətdir ki, bəzən xəstəlik depressiya, Alzheimer xəstəliyi kimi, əhval-ruhiyyədə dəyişiklik, yaddaşın azalması kimi əlamətlər müşahidə edildiyinə görə səhv salına bilir. Və xəstəliklə bağlı 3 məqamı qeyd etmək istəyirəm. Birinci növbədə zehni geriliyin olması, ikincisi şəxsiyyətdə dəyişiklik müşahidə edilməsi və üçüncüsü isə açıqlana bilməyən nevroloji əlamətlər, diaqnozun qoyula bilmədiyi hallar. Bu hallarda neyrosifilisdən şübhələnmək və araşdırmaqda fayda var.